Və bir sualın izahına baxırıq. Sualda bizdən daxil olmuş siyahıdan ən kiçik elementi ekrana çıxarmamızı istəyir. Hər hansı bir B dəyişəninə siyahı mənimsədəcəm. Məsəl üçün, mən bura 5, 4, 3, 2, 1 demək istəyirəm. Yəni, ekranda da görürsünüz. Deməli, hər hansı bir Q dəyişəninə B siyahısının ilk elementini mənimsədirəm. B-nin 0-cı elementi 1, 2 indeksdə ilk elementi mənimsədirmək olur. Və sonra bizim növbəti algoritmimiz B siyahısının içərisində for dövrüdür. Məsələn, for i in, deməli, B siyahısında for dövrü verirəm. Deməli, nəyi yoxlayacağım? Burada if şərtinə girib, ifin şərti nə olacaq? Deməli, hər dəfə Q-nun B-nin elementlərindən, yəni B-nin i elementinin böyük olub olmadığı, daha doğrusu kiçik olub olmadığını yoxlayacağım. Yəni, onu hər dəfə yoxladıqca biz kiçiyi tapa bilərik. Məsələn, indi göstərim burada. If i, deməli, kiçikdirsə, deməli, bu Q-dən, yəni bu Q-dən kiçik olsa, həmin Q dəyişəninə i-ni mənimsədirəm. Və axırda da Q-nu çapa verəcəm. Bu qədər bəsit. Demək, burada da print Q yazmaqla algoritmimizi bitirmiş oluruq. Bir daha izah edirəm. Nəyə görə? Çünki Q dəyişəninə B-nin 0-cı elementini verdim və bir for dövrü qurdum ki, hər dəfə bunun içərisində, B siyahısının içərisində müqayisə edeyim. Əgər ki, həmin bu təyin elədiyimiz Q dəyişəni, deməli, hər dəfə bu elementlərdən böyük olarsa, demək ki, bizim kiçik elementimiz hələ tapılmayıb. Ona görə bir daha axtarışa çıxır, bir növ skan eləmək deməkdir bu. Yəni, bütün elementləri yoxlayır, ondan sonra Q dəyişənini ekrana çıxarır. Gəlin, işlədək baxaq. Terminalımız açılsın və ekranda da bir dəyişəninin yer aldığını görürsünüz. Və doğrudan da 5, 4, 3, 2, 1 elementlərindən ən kiçiyi 1 olduğunu görürsünüz.